Quran-Kərimdə əksər ayələrə baxanda Allah subhanahu wa ta'ala Muhammed s.ə.və deyir ki, səndən filan şey haqqında soruşurlar, de ki, səndən soruşurlar, de, yalnız dua haqqında. Allah subhanahu wa ta'ala de deməyib. Yəni, özü ilə dua edən arasında bir şey olsun belə, hətta Rasulü olsa belə Allah vasitə tutmayıb. وَإِذَا سَعَلَكَ عِبَادِي أَنِّي فَإِنِّي قَرِيبٌ. Qullarım məni səndən soruşsalar, de ki, mən onlara yaxınam, gəlməyib ayət. De ki, gəlməyib. De ki, mən onlara yaxınam, deməyib Allah s.ə.v. Qullarım məni səndən soruşsalar, mən onlara yaxınam, deyib. Dua edən duasını qəbul edər. Digər ayələrə bax, səndən ənfal haqqında soruşurlar, de ki, və digər ayələr. Muhammed sən, Allah s.ə.v. deyir ki, de, yəni sən vasitə ol bunu deməkdir, sən vasitə ol. Bir dənə duadan başqa. Səndən mənim haqqımda soruşlar. وَإِذَا سَعَلَكَ عِبَادِي عَنِّي. Qullarım məni səndən soruşsalar, mən onlara yaxınam. De sözün işlədmir Allah s.ə.v. Vasitəyə ehtiyac yoxdur. Daşa dəmirə ehtiyac yoxdur. Adama ehtiyac yoxdur. Bir dənə əli qaldırmağa, ya Rab, zəifəm, gücləndir. Rəziləm, ucalt. Bir dənə buna ehtiyac var. Xəstəyəm, şəfa ver. Bir dənə buna ehtiyac var. Bir dənə buna qutardı. Nə ehtiyacın var vallahi? Ayaqqabının bağı belə olsa, Allah s.ə.v.dan istər. Bu nədir ki, gedim filan kəsdən istəyirəm demə. Ya Rabbi, mənə ayaqqabımın bağını ver. Sonra səbəblərdən tut. Xoraya atacağım bir çimdik duzu ver mənə. Ya Rabbi, yeməyimi atım. Hər şey Allahdan istər. Kiçik görmə heç nəyi. Toz olsa belə, toz istəyirsən məsəl üçün. Ya Rabbi, bir dənə zərrə boyda toz istəyirəm. Onu mənə ver. Allah s.ə.v. verəcək. Nə olursa olsun, əxilər. Allah s.ə.v. istəməyib vasitə tutulmasın kimisə. Ən yaxın Rasul olsa belə, üstün mələklər olsa belə, övliyalar olsa belə, kim olursa olsun, Allah qəbulləməyib olar. Özü ilə qulu arasında Allah s.ə.v. vasitə qəbulləməyib, razı olmayıb kiminsə vasitə olmasına. Kimsə vasitə axtarmasın. Vasitələr əməllərin olacaq. Əməl, salih əməllərlə Allaha yaxınlaşacaqsan. Bir dənə dili dəbərd. Buradan basa-basa Allah s.ə.v. şirk qoşmağa gedir adam. Və sanki Allah s.ə.v. ibadət edir. Dağa daşa dırmaşır. Alpinistsən, keçisən, nəsənsən, dağa nöş dırmaşırsan. Hara gedirsən? Vallahi bilməlidir bir dənə bunu. Ya Rab. Çox, bir dənə bunu. Və Allah s.ə.v. cavab verəcək. Vallahi. Lakin bu yəqin səndə olsun. İstəyəndə şəklə istəmək olmaz. İstəyəndə yəqinlə istəyəcəksən. Əlləri qaldırarsan, istəyəsən. Ya Rab. Və bilməlisən sənin Rəbbin və mənim Rəbbim. Keçmişdə olanların Rəbbi. Gələcəkdə gələcəklərin Rəbbi. Hər bir şeyin Rəbbi, aləmlərin Rəbbi. Allah subhanahu wa ta'ala ona açılan qulun əlini geri boş qaytarmaqdan utanar. Elə bir Rəbbin quluyuq biz, subhanallah. Ondan ümid kəsilərmi? Kəsilər qardaşlar? Əbədən. Öz qulunun əlini geri boş qaytarmaqdan utanan Rəbdən vallahi ümid kəsilməz. Və istə verəcək. Vallahi verəcək. Nə istəyirsən o da veriləcək. Nə istəyirsən Allah subhanahu wa ta'ala verəcək. Və desə ki, ey Rəbbim, mə bəqiyə li həzəl mərad illə əntə. Mənim bu xəstəliyimə yalnız sən şəfa verə bilərsən. Mənim yalnız sən varsan, ya Rabbi. Səndən başqa kimimsə yoxdur. Yalnız səndən istəyirəm. Ya Rabbi, mənə şəfa ver. Vallahi deyir, bununla deyir, ona deyir, şəfa hasil olacaq. Allahın izni ilə. Və bu da deyir, ən böyük səbəbdir. Allah s.ə.v. dua eləmək, ehtiyacların ödənməsinin ən böyük səbəbidir. Bir dənə desin ki, ya Rab, ey İbrahimin Rəbbi, ey Musanın Rəbbi, ey Harunun Rəbbi, ey Muhammedin Rəbbi, xəstələnmişəm, şəfa ver. Ya Rabbi, ey aləmlərin Rəbbi, bütün məxluqatın Rəbbi. Bir dənə desin. Adam demir, subhanallah. Təkəbbürə bax, kibrə bax. Döymədiyi qapı qalmayıb. O həkim sənin, bu həkim mənim. Hər bir yerə gedib, hər yerə üz vurur. Vallahi bir dənə unudub. Allah subhanallah. Bir dənə unudub Allah subhanallah. Bir dəfə demir ki adam, ya Rabbi, ey Rəbbim, ey Rəbbim, ey Rəbbim. Bir dəfə deməyib adam. Bir dəfə deməyib. Vallahi üst tutsaydı Allah subhanallah. Ya Rabbi desəydi. Və hamı bilsin, vallahi əl qaldırılsa, Allahdan istənilsə, ya Rabbi deyilsə, Allah subhanallah kömək olacaq.